Salam dostlar. Bugün sizi nəqliyyat aləminə səyahət etməyə aparacağım. Hazırsınızsa, gəlin birlikdə kəşf edək. Bu nədir? Bu şirin avtomobildir. Gördünüzmü, təkərləri dönür və sürətlə gedir. Uşaqlar, avtomobil hansı rəngdir? Böyük təkər neçə dənədir? Gəlin təkərləri sayaq. Bu nəqliyyat yanğına gedir. Yanğın söndürmə maşınıdır. Qırmızı və uzun şlanqı var. Uşaq, səsi eşidirsənmi? Sirena necə səslənir? Tənzimləyək. Bu nədir? Uçan böyük təyyarə. Göy üzündə uzağa uça bilir. Uşaqlar, baxın, təyyarə havaya qalxır. Səninlə səmaya qalxsa, hara uçmaq istəyərdi? Dəmir yol nəqliyyatı, qatar. Gəlin vaqonlara baxaq, uzun bir qatar. Uşaqlar, qatar neçə vaqondan ibarətdir? Mən sayım. 1, 2, gəl sən də say. Bu sarı taksidir. İnsanları bir yerdən başqa yerə aparır. Uşaqlar, taksidə neçə kreslo var? Kim taksidə oturub sənin evinə gələrdi? Vay, bu çox böyük yük maşınıdır. O içində böyük sandıqları, daşları daşıyır. Görürsən, arxa hissəsi doludur. Yük maşını çox güclüdür. Səncə içində nə daşıyır? Fikrini söylə. Vın, bu çevik motosikletdir. Cəmi 2 təkəri var və sürücüsü də kaska taxır. Gəlin əllərimizi sükan kimi tutaq və birlikdə deyək: vın, vın. Sən də motosiklet sürdünmü heç oyuncaqla? Baxın, bu bir helikopterdir. O, fırlanan qanatları ilə göydə uça bilir. Gəlin əllərimizi başımızın üstündə fırladaq və birlikdə deyək: vır, vır. Helikopter harda uçur sizcə? Bugün bir çox nəqliyyat vasitəsini tanıdıq. Hamısı fərqli səslər çıxarır və maraqlı işlər görür. Mino deyir: sən hansını daha çox bəyəndin? Yenidən görüşənədək.